Ertəng Xuda xalasa çayxanamız açıladı. Kəlləmdə bir nəsə alam yatıbdı. Tandır taza vaxtında şorpətir yapıladı. Şorpətindən köp adam yek görməyən, lekin yek görgəndə bilədi təminçiliyini. Xuda xalası ertəng şu nərsədən yemək uzaq vaxtla deyəndə. Həmməyini yuyub siriştirişini başladım. Doğrusu dedim korkutturmadım ki, özüm atdım. Adamla söyləydim yoxmu, mana farkı var. Mehnətim halal bolsa, işim halal bolsa. Namadan qorxuşum gərək təbii işimi davam etdim. Bunun yerinə yolluş gərək doğrusu. Arada koşka taslarımam gəlib koşkama aytıb verdim. Yolganda yomg'ir bog'larni loylarni ustidan qo'lishlashiib o'tmaymiz narigi tomon bo'laman. Koşk yaktımı yok mu? Ondan çabaha koyasla komentarda yazıb veringlər. Həmməyini tazalab, zallanam uborka etib, pot taxlab qoydum Xuda xalası. Ertəng yemala gələdon bolsa dili xirab olmaydı. Əgər də sizə şorpətir yeməyən bolsanız da, istərəm indi Xuda xalası yek görsəniz boladı. Birinci olub şorpətir yapıladı. Köpçülük şorpətirini yek görməyən. Gen iki adama şorpətirini bərabər əmən. Mənzilimiz Sarkiyanda. Bunda dasaq düşünün qana yan qanasında. Həstə nömrələrini boladı, istəyir telefonlaşıb gələ verəsə, 2 danasını sizə rəq qoymaq Xuda xalasa. Əlbəttə yaş biznesmenini qollab qodlaş üçün abunə olub qoyunlar. Ertəng həmmə izləni kütəmən. Rəhmət.